Əgər ana olaraq daim yorğun hiss edirsənsə, bil ki, bu tənbəllik deyil, normaldır. Bu yorğunluğun səbəbi yalnız fiziki deyil. Birinci səbəb zehni yorğunluqdur. Ana beyni heç vaxt tam dayanmır. Uşaq yatır, ev sakitdir, amma beynin hələ də sabahı düşünür. İkinci səbəb daim məsuliyyət hissidir. Hər şey sənin üzərindədir kimi hiss edirsən. Uşağın yeməyi, yuxusu, hissi vəziyyəti bu da səni fiziki yox, emosional olaraq daha tez yorur. Üçüncü səbəb isə özünü sona saxlamaqdır. Əvvəl uşaqlar, sonra ev, sonra hər kəs. Sən isə ən sonda qalırsan. Unutma, bu yorğunluq sənin zəifliyini yox, necə yük daşıdığını göstərir. Sən tək deyilsən və yetərincə yaxşı anasan. Özünə biraz anlayış göstər.